Hər vaxtınız xeyir olsun. YouTube, Instagram və TikTok hesablarımı takib edib videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Sual OTK sınaq imtahanına salınıb. 9-10-cu siniflərə, deməli, blok imtahanına salınıb. Burada ifadəni sadələşdirmək lazımdır. Belə başlayaq. Cüt dərəcədən, kökdən hər zaman ifadə modulda çıxar. Burada kökümüzün dərəcəsi 2-dir. Yəni burada bu kök işarəsi ilə qüvvətdəki 2 bir-birinə bölünər, belə deyək. Buradan modulda kökdə 15 çıx 5 çıxar. Cüt dərəcə olduğuna görə modulda çıxdı. Çıxılsın. Dərəcə burada baxırsınız ki 3-dür. Yenə bu 3 ilə bu 3 bir-birini aparar. Mötərizədə 3 çıx kökdə 15 kökdən çıxdı. Bu modulda çıxmır, çünki dərəcə 3-dür, tək dərəcədir. İndi moduldan hər zaman ifadə müsbət çıxmalıdır. Bu ifadənin müsbət və ya mənfi olduğunu necə bilək? 5-i kökün altına salaq, ən rahat üsul. Kökdə 25 edir. Və kökdə 15-dən kökdə 25 çıxsaq mənfi alınar. Belə çıxır, buradan 5 çıx kökdə 15 çıxacaq. Modulun içərisindəki ifadə mənfi olduğuna görə moduldan əks ifadə çıxdı. Çıxılsın 3, üstə gəl kökdə 15. Mötərizənin qabağında mənfi işarəsi olduğuna görə mötərizənin içərisindəki hərflər mötərizədən çıxanda işarələr əksinə dəyişdi. Mənfi kökdə 15, müsbət kökdə 15 islah edildi. 5 çıx 3, 2. Düzgün cavab C.